Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, qardaş bacılarımız, sabah bildiğiniz gibi cuma günüdür ve biz ilk önce Allah Azze ve Celle'nin izniyle ve sizin vasıtacınızla inşallah ne eləyəcəyik? Sabahlarım ehtiyac sahibi aileler var. Mesela için həyat yoldaşı olmayan bacılar var, xəstə uşaqlar var ki, onların hökmən ərzağa və ya dərmanlara ehtiyacı var. Biz de bundan əvvəlki videoları olduğu kimi bizi izleyenler bilir, Allah'a hamd olsun, biz bacardığımız qədər ehtiyac sahibi ailələrə ərzaq yardım etməyə çalışırıq və ya dərmanların alınmasında vasitəçi olmağa çalışırıq. Bəzi ev təmirləri var ki, məsəl üçün onu etməyə çalışırıq. Axar sidi sədəqələr var, suyun çəkilməsi və ya digər məsələlər var ki, biz bacaran qədər nə etməyə çalışırıq? Əlimizdən gələn ən yaxşısını etməyə çalışırıq. Təbii ki, ilk öncə Allah Azze və Cəllənin izni və sizdən vasitəçiliyi ilə. Deməli, sabahda cuma günü dəyərli izləyicilərimiz. Və inşallah istəyirik ki, sabahda bir neçə ailə var ki, onları sevindirmək istəyirik. Elə uşaqlar var ki, xəstədir və paltarları yoxdur və evdə ərzaqları yoxdur. Elə bacılarımız var ki, həyat yoldaşları yoxdur, tək yaşayır, bəziləri kirayədə yaşayır, apteklərə, mağazalara borcları var. Və inşallah mən əminəm ki, sabahlarım siz də səhifəmizdəki kart hesabına, bax, kart hesabımız səhifədə qeyd olunubdur. Ora, əlhamdülillah, 1 manat, 2 manat göndərərək bizlə bir yerdə ailələri sevindirə bilərsiniz. Bizi Allah'a hamd olsun, hər çəkilişimizdə, hər yardımımızda daha doğrusu video çəkiliş edib paylaşırıq, ona görə ki, siz də baxıb görəsiniz ki, bəli, biz doğrudan da ehtiyac sahibi ailələri sevindirməyə çalışırıq. Bəzi insanlar buna reklam deyir, subhanallah, reklam deyil. Bizə gələn məbləğlərin hara və necə xərcləndiyini göstərmək üçün sübut olaraq və dəlil olsun deyə biz çəkib paylaşırıq və digər insanları buna yönəltməyə çalışırıq ki, məsəl üçün, filan yerdə ailə var, siz də ailəyə gəlin, yardım edin. Hər bir kəsən Allah üçün dəstək gözləyirəm. Vallahi ki, deyirəm, 1 manat heç birimizi kasıb eləməz, əksinə daha da varlandıracaq. Rasulullah sallallahu aleyhi və sələm buyurmuşdu ki, sədəqə malı azaltmır, əksinə çoxaldır və sədəqə bəlaları dəf edər, bədənimizdəki ağrıları, xəstəliyi götürər və daimi olaraq Allah'a hamd olsun evimizdə bərəkət artırar. Allah Azze və Cəllə malınıza, mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu.